Salam. Bugün bəşəriyyətin bəlkə də ən böyük macərasını, yəni elmin hekayəsini danışacağıq. Salam. Bəli, çox həyəcanlı bir mövzudur. Əlimizdəki mənbə, deməli, bizim Mesopotamiyanın ulduzlu səmalarından böyük partlayışın əks-sədasına qədər aparır. Möhtəşəm bir səyahətdir. Amma bu sadəcə kəşflərin siyahısı deyil, elə deyilmi? Heç də yox. Bu, bizim bir növ olaraq, yəni insanlıq olaraq düşünməyi necə öyrəndiyimizin hekayəsidir. Kainata baxışımızı miflər və fərziyyələrdən sübutlara və qanunlara necə dəyişdirdiyimizin hekayəsi. Hazırsınızsa başlayaq? Gəlin başlayaq. Bu hekayə bilirsiniz heç bir laboratoriyada başlamır, Mesopotamiyada başlayır. Kənd təsərrüfatı inkişaf edir və insanların ilk dəfə boş vaxtı yaranır. Səmaya baxmaq üçün vaxt. Tam olaraq. Gecələr səmaya baxıb ulduzların hərəkətini gil lövhələrə qeyd etməyə başlayırlar. Bu bəlkə sadə görünür, amma çox böyük bir şeydir. Niyə? Çünki bəşər tarixində ilk dəfə idi ki, bilik bir nəsildən o birinə şifahi əfsanə ilə yox, yazılı qeydlə ötürülürdü. Elmin ilk toxumları bax buydu. Amma bu ilk addımlar deməli həm də büdrəmələrlə doluydu. Məsələn, qədim Yunanistanın ən böyük zəkalarından biri Aristotel. Bəli, Aristotel. O inanılmaz bir müşahidəçi idi. Amma bir problemi var idi. Təcrübə aparmırdı. Heç aparmırdı. Düşünürdü ki, məntiqlə hər şeyin cavabını tapmaq olar. Və bu onu səhv nəticələrə gətirib çıxarırdı. Məsələn, o məşhur düşən cisimlər məsələsi. Bəli. O məntiqlə düşünürdü ki, ağır cisimlər yüngüllərdən daha sürətli düşməlidir. Bu intuitiv olaraq düzgün səslənir, elə deyilmi? Əlbəttə, bir daşla bir lələyi atsanız, daş tez düşür. Məsələ. Və bu fikir o qədər məntiqli görünürdü ki, təxminən 2000 il heç kim bunu yoxlamaq ehtiyacı hiss etmədi. Ta ki 1590-cı ildə Qalileoya qədər. Piza qülləsi hekayəsi. Bəli. O, fərqli çəkidə iki topu aşağı atır və hər ikisi eyni anda yerə dəyir. Bax, bu, elmin ən böyük dərsidir. Reallıq sənin məntiqinə borclu deyil. Getməlisən, sınamalısan. Qalileodan da əvvəl başqa Yunan mütəfəkkirləri var idi. Millətli Fales, Empedokl. Onların fərqi nə idi? Onları niyə ilk alimlər adlandırırıq? Onların inqilabı, bilirsiniz, verdikləri cavablarda deyildi. Soruşduqları sualın növündə idi. O vaxta qədər zəlzələ, quraqlıq, hamısı tanrıların qəzəbi ilə izah olunurdu. Anlaşıldı. Fales isə çıxıb dedi ki, dayanın bir dəqiqə. Bəlkə də hər şey sudan yaranıb. Əlbəttə yanılırdı. Tamamilə yanılırdı. Amma ilk dəfə idi ki, kimsə dünyanı ilahi müdaxilə ilə yox, təbii, anlaşıla bilən bir səbəblə izah etməyə çalışırdı. Bu, kainat bir tapmacadır və biz onu həll edə bilərik düşüncəsinə doğru atılmış nəhəng bir addımıydı. Və onlar təkcə nəzəri irəli sürmürdülər. Mənbədəki Eratosfen hekayəsi, yəni ağla sığmazdır. Bəli. Eramızdan əvvəl 240-cı il yerin çevrəsini ölçmək istəyir. Əlində nə peyk var, nə texnologiya. Sadəcə çubuqlar və həndəsə. Təsəvvür edin, bu sadəcə bir rəqəm deyildi. Bu, bəşəriyyətin ilk dəfə öz planetinin ölçüsünü sırf məntiqlə anlaya bildiyi bir an idi. Necə elədi bunu? O, fərqli şəhərlərdə günorta vaxtı kölgələrin fərqli olduğunu gördü və anladı ki, bu ancaq kürə formasında olan bir səthdə mümkündür. Düz səthdə kölgələr eyni olmalıydı. Möhtəşəm. Bu, kainatın anlaşıla bilən bir yer olduğu fikrinin möhtəşəm bir təsdiqi idi. Və o kəşf anının həyəcanı. Arximedin Evrika hekayəsi yadıma düşür. Aha, hamam hekayəsi. Bəli. Kral ondan tacın qızıl olub olmadığını soruşur, amma tacı əritmədən. Arximed günlərlə düşünür, sonra hamama girir, su daşır və klik cavabı tapır. O qədər sevinir ki, çılpaq küçəyə qaçır, Evrika, tapdım deyə qışqıraraq. Elmi kəşfin o saf coşqusu budur. Yaxşı, Arximed kimi dahillər fiziki dünyanı anlamağa çalışırdılar. Amma əsl böyük sınaq, deyəsən, göylərdə oldu. Bəli, göylərdə. Əsrlər boyu qəbul edilən bir model var idi. Ptolemeyin yer mərkəzli kainatı. Hər şey, yəni günəş, planetlər, ulduzlar, hamısı bizim ətrafımızda fırlanırdı. Çox rahat bir fikir idi, elə deyilmi? Biz kainatın mərkəziyik, hər şeyin məqsədi bizik. Məhz elə. Amma sonra bir polyak keşişi Nikolay Kopernik bu fikri alt-üst etməyə hazırlaşırdı. O başa düşdü ki, əgər mərkəzə yeri yox, günəşi qoysaq, hər şey daha sadələşir. bütün hesablamalar daha sadə olur.
Amma o, kilsədən o qədər qorxurdu ki, əsərini ölüm yatağında olanda nəşr etdirdi. Amma Kopernik də hər şeyi düzəltməmişdi deyəsən. Düzdür, o hələ də qədim Yunanlıların o mükəmməl dairələr fikrinə bağlı idi, bu da onun hesablamalarını mürəkkəbləşdirirdi. Əsl zərbəni İhanla Kepler vurdu. O nəyi kəşf etdi? O, illərlə apardığı hesablamalardan sonra anladı ki, planetlər mükəmməl dairələr üzrə yox, biraz sıxılmış, yəni ellips formasında olan orbitlər üzrə hərəkət edir. Bu, bəlkə kiçik bir detal kimi görünür, amma göylər mükəmməldir ideyasının sonu deməkdir. Deməli, artıq nə kainatın mərkəziyik, nə də planetlərin hərəkəti mükəmməldir. Bəs bütün bunları kim sübut etdi? Galileo. Bəli, Galileo. O, yeni ixtira edilmiş teleskopu götürüb göyə tərəf çevirdi və gördükləri hər şeyi dəyişdirdi. Yupiterin ətrafında fırlanan 4 kiçik ulduz gördü. Yupiterin peykləri. Məsələ, bu, kainatdakı hər şeyin yerin ətrafında fırlanmadığının canlı sübutuydu. Artıq Kopernikin nəzəriyyəsi sadəcə riyazi bir hilə deyildi, real bir ehtimal idi. Yaxşı, bütün bu parçalar ortadaydı. Düşən cisimlər, ellips orbitlər, Yupiterin peykləri. Amma bunları birləşdirən vahid bir qanun yox idi. Bu tapmacanı kim həll etdi? Və səhnəyə Isaac Newton çıxır. Onun dahililiyi tamamilə fərqli görünən hadisələr arasında əlaqəni görməsində idi. Məşhur alma hekayəsi. Bəli, o, almanın düşdüyünü görür və düşünür. Almanı yerə çəkən qüvvə ilə ayı yer ətrafında orbitdə saxlayan qüvvə eyni ola bilərmi? Cavab bəli idi. Onun ümumdünya cazibə qanunu göydəki planetlərlə yerdəki almanı eyni riyazi düsturla izah edirdi. Bu, elmin ilk böyük birləşməsi idi. Tam olaraq. Və onun orbitlər haqqındakı düşüncə tərzi heyrətamizdir. Bir düşüncə təcrübəsi var. Deyir ki, təsəvvür edin, çox hündür bir dağdan top gülləsi atırsınız. Yavaş atsam yerə düşər. Düzdür. Daha sürətli atsanız daha uzağa gedər. Bəs onu ağlasığmaz dərəcədə sürətlə atsanız, nə olar? Newton başa düşdü ki, o güllə yerə doğru düşməyə davam etsə də, yerin əyriliyi səbəbindən heç vaxt yerə çatmayacaq. Daimi orbitə çıxacaq. Bugünkü peyklər məhz bu prinsipə əsaslanır. O, kosmik səyahətlərin nəzəriyyəsini 17-ci əsrdə kəşf etmişdi. Bu qanunların gücü o qədər böyük idi ki, onlar hətta naməlum olanı da proqnozlaşdırırdılar. Neptunun kəşfi hekayəsi kimi. Möhtəşəm hekayədir. Astronomlar görürlər ki, Uranın orbiti Newtonun qanunlarına tam tabe olmur. Bəziləri düşünür ki, bəlkə Newton səhv edib. Amma digərləri daha cəsarətli bir fikir irəli sürürlər. Bəlkə də Newton haqlıdır və Uranın hərəkətini pozan hələ görmədiyimiz başqa bir planet var. Və hesablayırlar. Bəli, qələmi kağızı götürüb bu xəyali planetin harada olmalı olduğunu hesablayırlar, teleskopları həmin nöqtəyə yönəldirlər və Neptun planeti məhz oradaydı. Bu, nəzəriyyənin nə qədər güclü bir alət olduğunun inanılmaz sübutuydu. Newton bizə çox böyük dünyaların qanunlarını vermişdi. Amma eyni vaxtda başqa bir inqilab tam əks istiqamətdə, gözlə görünməyən dünyalarda baş verirdi. Bəli, bu hekayənin qəhrəmanı isə bir alim değildi. Hollandiyalı bir parça taciri idi. Antoni van Leeuwenhoek. Onun hobbisi linzalar düzəltməkdir. Düzdür. Və bir gün o, bir damla göl suyuna baxır və şoka düşür. Suyun içində kiçik, hərəkət edən canlı varlıqlar görür. Onları animal kills, yəni heyvanacıqlar adlandırır. Bunun o dövr üçün nə demək olduğunu təsəvvür etmək belə çətindir. Bu, sadəcə yeni bir canlı tapmaq deyildi. Bu, bizim dünyamızın içində ondan xəbərsiz yaşadığımız nəhəng, paralel bir dünyanın kəşfi idi. Xəstəliklər, qıcqırma, çürümə, hamısı haqqında fikirlər dəyişdi. Yəqin ki, ona inanmayıblar əvvəlcə. O qədər ağlasığmaz idi ki, London Kral Cəmiyyəti onun iddialarını yoxlamaq üçün oraya 3 keşiş göndərmişdi. Onlar da mikroskopdan baxıb bu görünməz dünyanı təsdiqlədilər. Beləliklə, həm çox böyük, həm də çox kiçik dünyaları kəşf edirdik. Bəs bütün bu dünyaları təşkil edən maddələrin özləri necə? Kimya elmi necə inkişaf etdi? Və bu sualın cavabı Dmitri Mendeliyevdən gəldi. Onun dövrü cədvəli. Amma onun dahiliyi sadəcə məlum olan 63 elementi sıralamaqda deyildi. Bəs nədə idi?
Əsl dahiliyi onun cədvəldə boşluqlar saxlamasında idi. O cəsarətlə dedi ki, bu boşluqlar hələ kəşf edilməmiş elementlərə aiddir və mən sizə onların necə olacağını deyə bilərəm. İnanılmazdı. Yəni o gələcəyi görmüşdü bir növ. Tam olaraq. Məsələn, eka-alüminium elementinin sıxlığını, rəngini, ərimə nöqtəsini proqnozlaşdırdı. Bir neçə il sonra qallium kəşf edildi və onun xüsusiyyətləri Mendeleyevin proqnozları ilə mükəmməl üst-üstə düşdü. Və bütün bu cansız maddələrin arasında bəlkə də ən böyük sirr dayanırdı, həyatın özü. Niyə bu qədər çox fərqli canlı növü var? Bu sualın cavabı isə Charles Darwin'dən gəldi. Bəli, Darwin'in HMS Beagle gəmisindəki səyahəti. Onun əsas anı Galapagos adalarında baş verdi. O gördü ki, bir-birinə çox yaxın olan bu adalardakı virukların dimdikləri fərqlidir. Niyə fərqli idi? Bəzi adalarda quşlar sərt toxumları yemək üçün güclü, qalın dimdiklərə, digərlərində isə böcəkləri tutmaq üçün nazik, iti dimdiklərə sahib idilər. O anladı ki, bu canlılar dəyişməz deyil. Nəsillər boyu yaşadıkları mühitə uyğunlaşaraq tədricən dəyişirlər. Bu, təbii seçmə ideyası idi. Növlərin mənşəyi əsəri biologiyada, deməli, Newtonun fizikada etdiyi inqilabı etdi. Tamamilə. Həyat artıq statik deyil, daim hərəkətdə olan, inkişaf edən dinamik bir proses kimi başa düşüldü. 19-cu əsrin sonunda sanki elm hər şeyi həll etmiş kimi görünürdü, amma son bir qala var idi. Atom. Əvvəlcə C.C. Thomson elektronu kəşf etdi və atomun gavalı pudinginə bənzədiyini düşündü. Müsbət yüklü bir xəmirin içində mənfi elektronlar. Ondan sonra onun tələbəsi Ernest Rutherford bu modeli darmadağın etdi. Bəli, o məşhur qızıl folqa təcrübəsi. O, nazik bir qızıl folqanı radioaktiv hissəciklərlə bombardıman etdi. Gözləyirdi ki, hamısı keçib gedəcək. Amma bəziləri geri sıçradı. Bəli, bəziləri. Rutherford bunu nazik bir kağız salfetə atılan top gülləsinin geri sıçraması kimi təsvir etdi. Bu ağla sığmaz idi. Bunun mənası nə idi bəs? Bunun tək bir izahı ola bilərdi. Atomun demək olar ki, bütün kütləsi və müsbət yükü mərkəzdəki çox kiçik, sıx bir nöqtədə, yəni nüvədə cəmləşmişdi. Atomun qalan hissəsi isə boşluqdu. Boşluq. Yəni bizim bədənimiz, ətrafımızdakı hər şey əslində boşluqdan ibarətdir. Demək olar ki, bəli, 99,99 boşluq bizi bərk edən şey sadəcə atomların içindəki elektrik qüvvələrinin bir-birini itələməsidir. Rutherford reallığın təbiət haqqında fundamental bir həqiqət ortaya çıxardı. Və elə ki biz bu qəribə reallığı öyrəşməyə başlayırdıq, səhnəyə İsveçradakı bir patent idarəsində işləyən gənc bir məmur çıxdı və hər şeyi yenidən dəyişdirdi. Albert Einstein. Bəli. Newton kainatı bir bilyard masası kimi görürdü. Toplar bir-birini itələyir və çəkir. Einstein isə dedi ki, xeyr, kainat bir batut kimidir. Batut kimi. Bəli. Günəşi bu batutun ortasına qoyun, parça aşağı əyilir. Planetlər isə sadəcə bu əyrilik boyunca yuvarlanan kiçik şarlardır. Onları çəkən sirli bir cazibə qüvvəsi yoxdur. Onlar sadəcə məkanın həndəsəsi üzrə hərəkət edirlər. Kütlə məkanı əyir, əyilmiş məkan isə kütləyə necə hərəkət edəcəyini deyir. Cazibəyə baxışı tamamilə dəyişdirdi. Amma eyni zamanda atomun içində baş verənlər daha da qəribələşirdi. Kvant mexanikası. Bəli, o dünyada bizim gündəlik məntiqimiz demək olar ki, işləmir. Bir hissəcik eyni anda bir neçə yerdə ola bilər. İşıq bəzən dalğa, bəzən isə zərrəcik kimi davranır. Və hər şeyi dəqiq bilmək mümkün deyil. Məsələ, Heisenbergin qeyri-müəyyənlik prinsipi. Bir zərrəciyin həm dəqiq yerini, həm də dəqiq surətini eyni anda bilmək fundamental olaraq qeyri-mümkündür. Kainat bizim düşündüyümüzdən daha qəribə bir yerə çevrilmişdi. Və sanki bütün bunlar bəs deyilmiş kimi, bizim bütün kainat haqqındakı təsəvvürümüzün özü də səhv çıxdı. O vaxta qədər elə bilirdik ki, bizim süd yolu galaktikamız elə bütün kainatdır. Düzdür. Göydəki o dumanlı ləkələrin bizim galaktikamızın içindəki qaz bulutları olduğunu zənn edirdik. Amma Edwin Hubble dövrünün ən güclü teleskopuyla. Bəli, o teleskopla bu ləkələrin içindəki ayrı-ayrı ulduzları gördü və məsafələrini hesapladı. Nəticə şok edici idi. Bu dumanlıqlar milyonlarla işıq ili uzaqlıqda yerləşən bizimki kimi nəhəng müstəqil galaktikalar idi. Bir anda kainat ağlımızın almayacağı qədər böyüdü. Amma Hubble'ın ən böyük kəşfi bu deyildi, eləmi? Xeyr,
Ən şok edici kəşfi oldu ki, bu uzaq galaktikaların işığını analiz edərkən onların hamısının bizdən uzaqlaşdığını gördü. Və daha da heyrətamizi, bir galaktika nə qədər uzaqdadırsa, bir o qədər də sürətli uzaqlaşır. Bu nə demək idi? Bu, fərdi galaktikaların hərəkəti deyildi, bütün məkanın özü genişlənirdi, bir şarın üzərindəki nöqtələr kimi. Bu isə o deməkdir ki, əgər zamanı geriyə çevirsək, hər şey bir zamanlar bir yerdə olmalıydı. Tamamilə. Bu, böyük partlayış nəzəriyyəsinin əsasını qoydu. Bütün kainatın təxminən 13,8 milyard il əvvəl inanılmaz dərəcədə sıx və isti bir nöqtədən başladığı fikri. Və bu nəzəriyyə sonradan təsdiqləndi. Möhtəşəm şəkildə təsdiqləndi. İki mühəndis təsadüfən hər tərəfdən gələn sirli bir səs-küylə ilə qarşılaşdılar. Sonra anlaşıldı ki, bu, böyük partlayışın özündən qalan, bütün kainatı dolduran kosmik mikrodalğalı fon şüalanmasıdır. Onlar kainatın doğuşunun əks sədasını tapmışdılar. Beləliklə, Mesopotamiyadakı gil lövhələrdən kainatın doğuş səsini eşitməyə qədər. İnanılmaz bir yol. Bu hekayə bizə göstərir ki, elm səhvlər, mübahisələr və dahiyanə sıçrayışlarla dolu bir prosesdir. Bəli, hər bir addımda dünya görüşümüzü biraz da genişlətmişik. Aristotelin səhvindən tutmuş, Kopernikin inqilabına, Hubble'ın genişlənən kainatına qədər hər dəfə reallıq haqqındakı təsəvvürümüzü kökündən dəyişmişik. Və bu hekayə hələ bitməyib. Yekun olaraq sizə bir düşüncə toxumu vermək istəyərəm. Mənbədə filosof Karl Popper'in çox vacib bir fikri var. O deyir ki, bir elmi nəzəriyyəni heç vaxt 100% sübut etmək olmaz. Onu ancaq yanlışlamaq olar. Məhz elə. Elmin bütün tarixi, dünənin mütləq həqiqətlərinin bugün necə səhv çıxa biləcəyinin hekayəsidir. Ptolemeyin kainatı 1500 il həqiqəti idi. Newtonun qanunları 200 il sarsılmaz hesab olunurdu. Deməli, sual budur ki... Bəli. Sual budur. Bəs indi, bugün qəbul etdiyimiz hansı fundamental həqiqətlər gələcəkdə şübhə altına alına bilər? Bilmədiklərimiz, bildiklərimizdən nə qədər çoxdur? Bu, bəlkə də elmin özünün ən həyəcan verici və ən təvacükar sualıdır.